Salam, xoş qədəm xanım. Mən Abdullayeva Türkan, atası qızı. 1900 bilmirəm neçənci ildə fevralın 31 anadan olmuşam. Mən qohumlarımın əlindən televizora çıxa bilmədiyimə görə sizə belə video ilə müraciət edirəm. Xahiş edirəm, xoş bir qədəm xanıma kömək eləyəsiniz. Yox, sizə başlaşmayın, qohumlarımızla da axtarmıram. Nə də atam axtarmıram, atam yanımdadır, anam da yanımdadır, çox şükür. Mən qohumlarımı itirmək istəyirəm. Xoş qədəm xanım. Bütün qohumlarımı itirmək istəyirəm. İstəyirəm ki, mənim heç bir qohumum olmasın, onları axtarıb tapa bilməyim. İtirim hamısını, heç bir xəbərim olmasın. Xoş qədəm xanım. Çünki mən bütün qohumların əlində daha boğaza yığmışam. Çünki beni boğaza yığıblar da. Biri deyir buraya qarşını alma, biri deyir bığına el vurma. Biri çorka kəsdirən bana deyir ki, az buna bax şəkil bırakıb ve bu əri etmək gəzirdi sən. Yani belə çox çətin vəziyyətdəyim mən, xoş qədəm xanım. Saçma kraska qoyuram, bana deyir ki, qırmızı baş, mən lağa qoyurlar, xoş qədəm xanım. Ne olur kurban olayım, hoş gələm xanım, bana bir köməklik eləyin, bana qaşlarım o qədər qalındı ki, gözümə gün ışığı düşmür. Dünənləri padrukalarım zəng gelib ki, gedək şəhərdə gəzək. Sağda baxıram, saat 1'de çölə baxdım, gördüm, qaranlıqdı, deyirəm ki, yox az geçdi, gecə saat 1'de də işimiz var çöldə. Az padrukam deyirken sen baş çıxarımda, elə gün orta 1'di. Ben qaşlarımın düşmasından yatara görəməyəm, xoş qədəm xanım. Bunlarım o kadar uzanıb ki, eve qonaq gələndə elə bilir ki, evin kişisi mənəm. Belə çox çətin vəziyyətdə, xoş qədəm xanım, xahiş edirəm, bana kömək eləyəsiniz.